2016-cı ildə bəzi şiə fanatiklər, onun şiəliyə aidiyyatı yoxdur. İçəridə olan satqınlar, fanatiklər, dini bütləşdirənlər, İran motosikletləri ilə 2016-cı ildə böyük bir kitabxanası var idi. Suriyanın Dəməşqində. Yox, əstəğfurullah, Hələb şəhərində. Böyük dağıntılar var idi orada. Kitab evini darmadağın eləmişdilər. Deməli, İran istehsalı, İrandan gələnlər, aralarında Sepahın işçiləri də var idi. O dağılmış kitabxananın qabağında, bu tarixdə olub, 2016-cı ildə araşdırın taparsınız. Gəlib kitabxananın qabağında, dağılmış kitabxananın qabağında şəkil çəkdirirdilər. Ya Hüseyin, sənin qisasını almağa gəlmişik. 6 yaşında sünni uşağı doğradılar. Ya Hüseyin, sənin qisasını aldıq. Ailəlikcə şəkil çəkdirmişdilər o kitab fuarın qabağında. Ora yaxında nə var? Əməvi məscidləri var idi. Allah bunu götürər. 6 yaşında sünni uşağın nə günahı var idi? Ya Hüseyin, sənin qisasını almağa gəlmişik, kəsdiz doğradıq uşağı. Araşdırmırıq, cəmaat gizlidir, bu tarixi bilmirik biz. Siz dub ola bilərsiniz, milləti təsir altına sala bilərsiniz, biz araşdırırıq, hər şeyi bilirik. Sepah cildində olanlar, Suriyada nə terrorlar törədib? Ya Hüseyin deyib, körpə uşaqları doğrayıblar orada. Bunun hamısı bilinir axı. Araşdıran insanlar bu tarixdən xəbər var, faktlar var əllərdə. Hər kəsdə fakt var. Allah İran xalqına rəhm eləsin. 3 dənə, 5 dənə generalın əlində qalıblar. Məhv edir o generallar ölkəni. Öz hiccələrinə milyonlarla cəmaatı qurban verirlər. Sünni olduğuna görə sən 6-7 yaşında uşağı kəs doğra, ya Hüseyin, qisasını almağa gəlmişik. Hüseynin adını batıran sizlərsiniz, ləkələyən, mundarlayan sizlərsiniz elə.